Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi bu günlər münasibəti ilə ki, İmam Əleyhisselamın doğum gününə təsadüf edir, təbrik edirəm. Bildiyiniz kimi, İmam Əleyhisselam Rəcəb ayının 13-cü günü dünyaya gəlmiş və öz gəlişi ilə dünyanı nurlandırmışdı. İmam Əleyhisselam barəsində olduqca geniş, ətraflı müzakirə etmək olar və bu barədə çox saylı tarix, hədis və sair mənbələr mövcuddur. Ərəblər arasında ən çox məşhur olan bildiyiniz kimi ləqəblərdir. Ləqəb bir insanın ictimai, fərdi şəxsiyyətinin göstəricisidir. Heç şübhəsiz İmam Əleyhisselam o insanlardandır ki, onun çox saylı ləqəbləri vardır. Bu ləqəblər olduqca genişdir. Məsələn, Əsədullah, Yədullah, Bəhrül Ulum, Əmirəl Müminin və s. Lakin təəssüf olsun ki, o həzrətin ləqəbləri özü kimi məzlum olub. Bəzi insanlar o həzrətin ləqəblərini də mənimsəməyə çalışmışlar. Amma bir insanda o müəyyən bir xüsusiyyət, özəlliyi yoxdursa, ona hər nə qədər üstün ləqəb deyilsə, bu onun üstünlüyünü deyil, heç şübhəsiz zəifliyini, azğınlığını və eyni zamanda əxlaqi cəhətdən zəifliyinin göstəricisidir. Biz İslam tarixinə, hədislərə müraciət edəndə görürük ki, Əleyhisselamın məşhur ləqəblərindən biri də Zul-Nureyn ləqəbidir. Zul-Nureyn iki nur sahibi mənası verir. Təəssüf olsun, bəzi şəxslər bu ləqəbi oğurlamış və yaxud başqalarına nisbət vermişlər. Dediyimiz kimi Zul-Nureyn, yəni iki nur sahibi. Heç şübhəsiz iki nur Həzrəti Əmirəl Müminin övladları olan İmam Həsən və İmam Hüseyndir. Necə ki, Allah Rəsulu İmam Həsən və İmam Hüseyn əleyhissalam barəsində buyurmuşdular ki, İmam Həsən və İmam Hüseyn hər ikisi cənnət cavanlarının seyyididir. Burada məlum olur ki, İmam Əleyhisselam, İmam Həsən və İmam Hüseynə görə Allah Rəsulu tərəfindən Zul-Nureyn ləqəbi ilə ləqəblənmişdir. Lakin bəzi mənbələr dediyimiz kimi bu xüsusiyyəti başqalarına nisbət vermişlər. Məsələn, demişlər ki, Zul-Nureyn o şəxsi ki, Allah Rəsulunun iki qızı ilə evlənib. Halbuki biz baxırıq, görürük ki, Əbu Ləhəbin oğulları da Allah Rəsulunun qızlarını almışlar. Bəs onda Əbu Ləhəbin oğlanlarını da deyək ki, onlar Zul-Nureynə sahib idi. Yəni iki Allah Rəsulunun qızı ilə evlənmişdi. Və yaxud Əmirəl Müminin başqa üstün ləqəblərindən biri Fariqul Əzəmdir. Fariq, yəni ayıran, haqla və batili ayıran. Necə ki, Allah Teala İsra surəsinin 81-ci ayəsində buyurur ki, Qul cəəl haqq və zəhəqəl batil. De, haqq gəldi və batil yox oldu. Həqiqətən batil öz-özlüyündə məhvə məhkumdur. Demək, haqla və batili ayıran Faruq adlanır. Heç şübhəsiz, Əleyhisselamın ləqəblərindən biri Faruqdur. Yəni, Əleyhisselam haqla batili ayıran meyyarlardan biridir. Və bu ləqəbi Allah Rəsulu Həzrət Əleyhisselam vermişdir ki, ey Əli, sən Fariqul Əzəm və ən doğru, düzgün danışanlardansan. Əleyhisselamın başqa ləqəbi ki, başqaları tərəfindən bu da mənimsənmişdir, Siddiqul Əkbər ləqəbidir. Siddiq, yəni doğru danışan, Əkbər, yəni daha böyük, yəni ən üstün doğru danışan, heç şübhəsiz Həzrət Əmirəl Müminin Əli əleyhissalamdır. Rəvayətlərdə oxuyuruq ki, səhabə olan Əbbad ibn Əbdullah əleyhissalamdan belə nəql edir ki, o buyurmuşdu, Ənə Əbdullah, mənəm Allahın bəndəsi və əxi Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Və Allah Rəsulunun qardaşı mənəm. Və ənə Siddiqul Əkbər, mənəm ən doğru danışan. La yəquləhə bə'di, məndən sonra heç bir şəxs özünə bu ləqəbi deməsin. Əgər desə, illa kəzzabun, bu şəxs yalancıdır, yalan uydurur. Nəyə görə? Doğru danışmaqlıq nəyin göstərisidir? Ən doğru danışmaq budur ki,
aləmdə yeganə ibadətə layiq Allah Taala'dır. Bildiyiniz kimi Əmirəl Müminin dünyaya gələndən yeganə olaraq Allaha pərəstiş edib. Yeganə olaraq Allaha üzünü tutub və heç bir zaman bütpərəstliyə, bütə tərəf ibadət etməmişdir. Ona görə buyurur ki, Səlləytu qəblən nas bisəbəsinin. Mən insanlardan öncə, 7 il öncə Allaha ibadət etmişdim. Bir formada ki, bir insan yalnız deyir ki, mənim məbudum Allahdır, bu təbii olaraq ən doğru danışan və düzgün danışandır. Sonuncu ləqəb ki, yenə bu da başqaları tərəfindən təsvir olsun ki, mənimsənmişdir, Seyfullah ləqəbidir. Seyf, qılınc deməkdir, Seyfullah, Allahın qılıncı, yəni Allahın qüdrətinin təcəllası. Heç şübhəsiz, bu ləqəb də Həzrət Əli ibn Əbi Talibin ləqəbidir. Bildiyiniz kimi, Ühud döyüşündə və digər döyüşlərdə Əli əleyhissalam Allah Rəsulunun yanında İslam dinini, Allah Rəsulunun gətirdiyi dini müdafiə etmiş və bu zaman Cəbrail Allah tərəfindən nida etmiş və belə demişdi. La seyfə illa Zülfiqar, la fəta illa Ali. Qılınc yalnız Zülfiqardır, igid yalnız Əlidir. Burada məlum olur ki, Allah yolunda qılınc vuran, Allah yolunda döyüşən yeganə şəxslərdən biri Əmirəl Müminindir. Beləcə, əzizlər, bu ləqəblər istər Zülneyreyn olsun, İstər Zülnureyn olsun, istər Faruqul Əzəm olsun, Siddiqul Əkbər, Seyfullah, bunlar yalnız və yalnız Əli ibn Əbi Talibə məxsus olan ləqəblərdəndir. Dediyimiz kimi təəssüf olsun, Əli əleyhissalamın necə özü məzlum vaqe olub, onun ləqəbləri də təəssüf olsun bəzən başqalarına nisbət verilir. Bir daha bu günlər münasibəti ilə hər birinizi təbrik edirəm. Allah bizi Əli ibn Əbi Talibin vilayətindən ayrı salmasın. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.